Salam uşaqlar bir daha. Yeni mövzumuz uşaqlarımızda bizim nə? Rütubət. Uşaqlar, rütubət çox maraqlı və əyləncəli bir mövzudur. Rütubətin iki növü var. Kim deyə bilər hansılardır? Nisbi. Aha, bir də Şey. mütləq. Deməli, mütləq rütubət. Bir də var nisbi rütubət. Uşaqlar, mütləq rütubətlə keçmişik. Yəni, yazında gözləşik ki, keçmişik də həqiqətən. Mütləq rütubət rho hərfinə işarə olunur. Sıxlığın hərfinə eynidir. Düstur deyildir. En bölüsü. Keçmişik mi bu Robert Emerson verir? Əvvəl sıxlıq öyrənmişik, indi bu da mütləq rütubət. Mütləq rütubət nə deməkdir? Havada olan doymayan su buxarının sıxlığı. Yəni indi hal-hazırdakı bu otaqda doymayan buxar var, düzdürmü? 1 kubmetrə düşən suyun sıxlığına, yəni buxarın sıxlığına nə deyəcəyik biz? Mütləq rütubət deyəcəyik. Vahidi nə olar? Əgər bu olan verirsə, kiloqram bölmetr. İndi sən kiloqram bölmetr kubu deyirsən. Onda belə çıxır ki, bizim otaqda 1 kubmetr havada kiloqramlarla su var. Saxlaya bilərsən o hava suyu. Qaz var. Qaz var, yaxşı. Kiloqramdan qaz olmaz. Ola bilər. Olmaz. Nə qədər olar? Qram mı? Qram da olar da. Məsələn, 1 kubmetrdə 3 qram. Onda belə çıxır ki, biz vahid nə olur? Qram böl, metr kubu. Qram bölüsü. Metr kubu vur onda mi. Yox, vurmaq şeysi. Bizə? Vurmaq şeysi. Heç nəyə vurmayacağız. Məsələn, də hamısı qramla verəcək. Narahat olma. İşte, mütləq rütubət bu qədər. Çünki kiloqramdan. Bitti. Başladı və bitti. Gəlir indi nəyə? Temiyə. Nisbi rütubət. Nisbi rütubət uşaqlar fi hərfinə işarə olunur. F-i. Oxun ki belə. Düsturu belə çalır. P bölü P0 vurulsun 100%. P'nin qardaşları kim idi? P'nin qardaşları şey. T. Rho E. Rho bölü Rho 0 vur 100. Bir də N böl N0 vurulsun 100%. Deməli, nisbi rütubət tapmaq üçün biz deyəcəyik. Doymayan su buxarının təzyiqini, bax aşağısında 0 yazılanlar var ha. Bunlar hamısı, bax P0, Rho 0, N0. Bunlar doyanın. Bax, doyan buxarın təzyiqi, doyan buxarın sıxlığı, doyan buxarın konsentrasiyası. Yuxarıdakılar isə doymayanlar. Havada olan qazın təzyiqi, qazın sıxlığı, yəni mütləq rütubət və ya qazın konsentrasiyası. 1 kubmetrə düşən zərərçilərin sayı. Onda Firuz desin ki, bunun vahid nə olacaq nisbi rütubətin vahidi? Əgər P ilə Rho ilə N0-dan. Bax, P bölü P0-dır, vahid nə olasın bizə? Pascal bölü Pascal. Heç. Yəni heç nə, yəni vahidi... Adsız kəmiyyət. Bəli, adsız kəmiyyət. Adsız kəmiyyət. Amma nə ilə ifadə olur? Faizlər. Çünki 100-ə vurur bax. Faizlərlə ifadə olmaz. Səhvini yoxdur ki burada. Düzdür, yerinə qoyub hesabını çıxırıq. İndi sual çıxır. Nisbi rütubəti ölçən cihaz nədir? Rütubət ölçən cihaz. Rütubəti ölçən cihaz şalı 2 dənə. Rütubəti ölçən cihazlar. Biri higrometrdir. Biri isə psixrometrdir. Psixrometr. Psixrometr dəmindən işləm deyil. Gəl. Ömər, olsun. Saxlayırsan. Sən editləyəcəksən. Editləyəcəm. Nədir? Sən gözləyir, yavrum. Hə. Deməli uşaqlar, higrometr var. Bir də psixrometr var. Uşaqlar, higrometrin özündə 2 növü var. Yəni suallarda düşmür, yəni bu hansıdır, bu nədir? Sadəcə 2 növü var. Deyim xatırı yadınıza qalsın. Higrometr 2 cür olur uşaqlar. Bir olur türk higrometr. İnsan saçına əsaslanır. Bir də bəli. Nəmişdə havada insan saçı uzanır. Yəni saçlarınızı tez-tez yumaq, saç uzanmasına nə edəcək? Kömək edəcək. Bir də var metal higrometr var. Yəni higrometrin içində var ki, türk və metal higrometr. Əsas bizim dayanacağımız məsələ tipləri nə üzərində olacaq? Metal higrometr. Yox, psixrometr üzərində olacaq. Hə. Əsas psixrometr mövzusunu təşkil edir. Siz də psix olduğunuza görə. Yəni psixrometr nəyə ölçür? Psixologiyanız. Psixologiya. Psixazğınları. Psixro... Bu için tapı var mənim. Psixologiya tapı. Psixrometr nədir? Belə bir taxta üzərinə 2 dənə termometr yerləşdirilir. Gəl bu taxtanı silək, bizə lazımdır. 2 dənə termometr yerləşdirilir bu taxtaya. Bildiyimiz adi termometr. Biri bu, biri de bu.
Üzerine bölgeler koyduk. Birbirine əlaqələndirirlər. Uşaq, birinin aşağısına yaş bir əski qoyulur. Nəm əski qoyulur. Bunun adı olur onda nə? Quru. Bu da yaş, nə? Bu da olur yaş. Termometrin adını bir olur. Quru termometri, bir olur yaş termometri. İndi sizcə, normalda hansı böyük olmalıdır? Quru. Yox, Quru da quru. normalda quru nə olmalı? Yəni, yaş olan soyuq olur da. Yəni, yaşın temperatürünə olur aşağı. Onda normalda T quru böyüklüklə T yaşında olur böyük. Bir də teması var. Tutsaz onu bütün məsələdə yazarsınız. Tutarmasaz yeter yəni fark yox. Əgər uşaqlar deyir ki, T quru çıx T yaş yəni arasındakı fərq. Yəni bunlar ikisinin arasındakı fərq. Bax, fərq. Azalırsa fi artacaq. Yəni bunlar ikisi arasındakı fərq azalacaqsa fi nə edəcək? Artacaq. Məsələn bax, 10 çıxılsın 6 neçə edir? 4, 10 çıxılsın 7. 3, 10 çıxılsın 8. 2, Getsə fərq nə edir? azalır. Onda fi nə edir? Artır. Artacaq. Yəni harada fərq azsa fi nə olacaq? Çox. Əgər uşaqlar T quru bərabər T yaş olarsa fərq nə qədər olacaq? Olmayacaq. T quru 0 T yaş bərabər olsa 0. Onda fi nə qədər olacaq? 100% olacaq. 100%. Bəli. Yəni ən maksimum. Maksimum olacaq. O belə çıxır ki, həqiqətən də azalanda fi nə edir? Artır. Yəni bir dənə bu söhbəti tutsaq, sonra azalır. İndi mən bir dənə məsələ verim sizə. Tutaq ki, otaq 1, otaq 2. Otaq, bu da otaq. Buna aid dildən 3-dən sual var. Otaq 1, otaq 2. Məsələn, burada T quru olsun 18 dərəcə. Burada T quru olsun 18 dərəcə. Burada T yaşı verir bizə 15 dərəcə. 15 dərəcə. Burada T yaşı verir bizə 13 dərəcə. İndi deyir ki, fiilləri müqayisə ilə, mütləq rütubətləri müqayisə ilə, bir də otağın temperaturlarını müqayisə ilə. Kim deyə bilər? O Bir baxın. daha böyükdür. Fərqə baxıram, T quru çıx T yaşa gəlir. 18, o 3. 3. Burada T quru çıx T yaşa gəlir. 5. Onun fisi Fərqi az olan fiis nə olur? Çoğaltıq olur. Fi bir böyük fi. Fi ilə də Rolde tənasilidir. düz mütənasib. Yazmışlar üstür. Bəli. Fi bərabərdir. Rho böl rho 0. Düz. Eyni temperaturda rolar rho 0 nə olur? Eyni olur. Qalır fi ilə rho hepsi Oradakı rot da böyükdür, onu da bəs seçin. rho bir böyük rho. Yox. Qalır temperatur, otağın temperaturu. Otağın temperaturu. Hə. T-quruna verib T. Satinlər demir fasala yazmış. Dədavayını bu bilir. Otağın temperaturu bərabər, ölçəsə, ikisində bərabər. mən termos gətirim, termos aşağısı yaş qoyur, əski qoyur, həmişə, yoxsa yox? Yox, Nəyini ölçürəm burada? quru ilə. Neçədir burada? İkisi də bərabərdir. Burada neçə bərabər? Bərabər. Deməli, T1 bərabər nəyə? T2. Aydındır. Bu da bizim psixometri işləmə